Bugünkü təbərrükümüz qeyri-adi bir təbərrükdür. Çünki Mehdi müəllim, Mehdi Hüseynzadənin bacısı oğludur. Çox maraqlı sözdür, hamımız qulaq asayıq. Mehdi Hüseynzadənin üzüyü onun barmağındadır, göstərəcək. Siz də daha Şuşanı deyir necə? Deməli, bu necə oldu? Bu üzüyü hazırlamışdılar. Fikə xanımın bir dənə böyük, deməli, imperial sikkəsi var idi. Onu, deməli, əritdilər və bu üzüyü düzəltdilər ki, Mehdi müharibədən sonra qayıdanda onun bir gözaltısı var idi, nişan aparsınlar və bunu Mehdi üçün hazırlamışdılar. İndi belə oldu ki, qismət olmadı da, Mehdi qayıtmadı. İndi həyatdır da, mənim vaxtım gəldi. İndi mən evlənməli idim, anam da məni çağırdı, dedi ki, bilirsən, dayıva qismət olmadı. Mən bu üzüyü sənə verirəm, sən bunu göz bəbəyin kimi saxla günəli. Heç yerdə itirmə, nə barə. Mən dedim, ay mama, sən nə danışırsan? Bu üzüyü itirmək olar. İnanırsınız, hərdən yadımdan çıxır, haradasa qoyuram. Dəli kimi gəzirəm otaqları ki, mən bunu hara qoymuşam, baxın, mən burada çıxartmışam. Haçandan haçana tapıram, hələ bil ki, ürəyim sakitləşir ki, tapmışam. Allah canım, sağ olsun. Bu ürəyi çox, üzüyü çox belə... Bir də baxın belə. Yaxınlama. Özdə ki, toşlu mənim barmağıma oturur. Ölçüsü var. Ölçüsü elə bil ki, bir... Bu da ilahının Ruhu şad olsun. çoxsu, qəşəng bu doğrudan böyük xalq. Hazırda Sloveniyada Novoqarsi adlanan qəsəbədəyik və bu məzarlığın adı Çepova məzarlığıdır. Burada olmağımızın səbəbi əfsanəvi qəhrəmanımız Mikhailonun məzarını ziyarət etməkdir. Mərmərin üzərində isə Mehdi Hüseynzadə, Mikhailo, Eroy, SSR 1918-1944 qeyd olunub. Bu isə qəhrəmanımızın məzarıdır və Azərbaycan dilində də orada qeyd olunub. Onun özü ilə Bakıdan gətirdiyi daşdır, hansı ki, sevdiyi insanın adında bax, bunun üstünə yazır. Başda Abbasqulu Bakıxanov olmayla 16 dənə general, 17-ci də əfsanəvi qəhrəmanımız Mehdi Hüseynzadə. Hacı intiqam edildilər ki, yaxşı bu generalları bildik. Bu Mehdi ki generaldır, dedi bir dağa diyanın. Mehdi Hüseynzadə qəhrəmanlar çoxdur. Əfsanəvi qəhrəman adını alan generalların generalıdır. Ona görə onun əksini vurmuşam belə. Sonra 17 dənə general üçün, hərəsi üçün bir də şam yandırdılar. Generallar xat. Gəldi Mehdi Hüseynzadə üçün də bir də şam yandırdılar. Xonça tutmuşdular. Həmin xonçanı Hacı İntiqam dedi ki, apar qoyun Mehdi Hüseynzadənin şəkilinin qabağında o subay olub, toy eləməyib.